Salam hörmətli üzvlər, gözəl qardaş bacılar. Həqiqətdə Azərbaycan küçəsi ev altıda belə bir ev satışa çıxıbdı. Bu evin üzüdür. Ev hər bir şəraiti var. Qazı, soçki, işığı evin üzünün düz. Bax, düz axırıncı bu qonşu ilə üzbəyüzük. Əsas odur ki, gözəl qonşularımız var. Küçəmiz tupik küçədir. 3 qonşudan ibarətdir. Küçənin enliliyi 9 metrdir. Hal-hazırda görürsünüz. Evin bütün hər bir şərait ürəyiniz istəyən səviyyədədir. Küçə betondur. Yeri görürsünüz, betondur. 9 metr beton vurulubdur. Hər tərəf zaborun içində. Gözəl səliqəli. Girirsiniz bura, darvazadan içəri məhlədir. Küçəsi hər bir şəraiti var. Görürsünüz evin hər bir şəraitini. Evin içəri keçini 2 mərtəbədir ev. Pilləkən düşür aşağıdan. Görürsünüz ev, bax budur. Buradan aşağı badıqlar düşür. İndi bir hal-hazırda məhləni çəkirəm. Bax bura gözəl məhlədir. Məhlənin zaboru da bütün üzü bərbəzəklə tutmuş. Hər bir şəraiti gözəl görürsünüz. Su bakı. Bir dənə söz deyim, Hacı şəhətdə hər kəsim onu bilir ki, heç bir məhlədə su yoxdur. Bizim bu evdə olan su dəmimidir. Yəni ömürlük Sarıyal deyilən yerdən su gəlir. Bu aşağıdan, bax görürsünüz, yerdən quyudan su çıxır. Quyuda var, hər bir şəraiti var. Bu 5-in 4-ə bir dənə putka yığdırmışam. Bura bir dənə çöldə olan bir ayaq yoludur, hamam tualetidir. Bura mənim bir gözəl navesimdir. Görürsünüz bütün hər bir şəraiti olmaqla. Baba, bura mənim 9-un 10-a, 4-ün 9-a bir qəşə peşetkamda görürsünüz hal-hazırda. Bura evin üzüdür. Bütün ev təzə tikilmiş, təzə remontdan çıxmış evdir. Bu balkonudur. Yəni navesin bir tərəfini plastik balkon eləmişəm. Hər bir şəraiti gəlin görürsünüz, darbaza. 2 maşın rahat yerləşir. Hər bir şəraiti. Buradan düşürsünüz. Padvara düşürsünüz. Gözəl böyük padvaraza. Bura əlzat, nə bilim, ver-beş yığırlar. Bura mənim kombi sistemim yığılıbdır. İndi bir hal-hazırda qaranlıqdır, düşmədi. 18 metr uzunluğunda bir balkon buradadır. Aşağı mərtəbəni deyirəm. Keçdik badvaldır. Polo patoloku, hər bir şəraiti yer və yerində. Burada bir dənə 9-un 15-ə bir dənə böyük yenə badvalıdır. Veşlər zat yığılıb bura. İndi sayızda bir balaca görürsünüz, veşlər buradadır. Və bu axırda yenə də burada da banka zat yığmaq üçün 3-ün 4-ə bir otaqdır. Bu aşağı mərtəbələrdir. İndi keçirəm sizə yuxarını. Aşağında gördünüz. Təzə tikilmiş evlərdə görürsünüz. Bütün buruslarla sıx-sıx. Baxın. Ən sıx-sıx vurulmuş. Yəni özüm üçün tikdirdiyim evdir. İndi çıxıb sizə yuxarını göstərəcəm. Deməli 2 otaq aşağıdadır. 18 metr badvallı aşağı. Hamısı təzə kubiklərlə. Bu uca badvaldan çıxış girişli, yəni hündürlüyünü də görürsünüz. Heç bir başlaq dəymir. Evə keçiş elədik. Bura hamam tualetdir. Birlikdədir. 2 dənədir hadişək burada, yəni evdə. Bura xunasıdır. 5-in 4-dədir. Gördünüz. Kırmızı plastik ayna, kırmızı plastik qapılarlandır hər bir şey. Və çıxdıq. Evə giriş sef qapıdır. Görürsünüz, hal-hazırda gedir sef qapının içəri. Bu böyük zaldır. 18 metr uzunluğunda, 4 metr enindədir. Təzə remontdan çıxıbdır. Görürsünüz, baba. Keçirik birinci spalnimizə. 5-in 4-ə bir spalnidir.
Görürsünüz hal-hazırda. Çəkirəm. Bax. 5'in 4'e 1 İspanlidir. İndi keçirik. Qapılar Euro qapıdır. Qapını da çəkim sizə göstərdim. Hamısı Euro qapı. Kırmızı plastik aynalarlandır. Bu ikinci otaqdır. 5'in 6'yadır. Bir İspanli buradadır. Hamısı remontlu. Hər bir şey yer və yerində. Bu disk otaqdır. Yenə həmən eyni Avropa qapılar, hər bir şey. Bu disk otaqdır. 3'ün 4'ədir. Hamısı yenə plastik ayna qapılarla da hamısı bizdə. Görürsünüz hər bir şey necə lazımdır elədir. Dükkan belə çıx. Bu bizim bir dənə otağımızdır. Yenə 5'in 4'ədir. Görürsünüz hər bir şey belə. Hazırkətdə Azərbaycan Küçəsi ev altıda satılır. Müəllim, baxın, bax burada böyük zalıdır. Hər bir şəraiti, bax gördüyünüz kimi yer və yeridir. Naves 9 metr uzunluğunda navesdir, 4 metr enindədir. Fonusdur. Yarı navesin altı şüşədir, plastik, kırmızı plastik aynalarla açılır, bağlanır. Bu biz tərəfi ledini qoymuşuq. Çünki yayda isti olmamaq üçün açılır da, bağlanır da. Ruşkalarını görürsünüz. Məhəlləmiz də gözəl. Hər bir şəraiti var. Hər şeyi gördünüz. Çöldə addenli bir ayaq yolusudur, görürsünüz. Baxdınız. Həm hamamdır, həm ayaq yoludur. Çöldədir bu. Bu tutqandakı özüm plastikdən texa yığdırmışam. Otaqda yəni nə cür istəsəz istifadə edə bilərsiniz. Evin üzü, evin üstün şifri, serepisiyadır. Hər bir şəraiti yerində. Bütün sənədlər, sübutlar, hamısı qanunu. Kanalizasiyamız, quyumuz, basoklar. 25 tonluqda bir dənə su çəlimiz var. Yerin altında torpaqdadır. O görsənmir. Hər bir şəraiti yerindədir. Bütün meyvə ağaçları, gül, çiçəkləri yer və yerində. Azərbaycan Küçəsi ev altıdadır. Zəhmət olmasa nömrəm 055 430 53 73'dür. Kim istəsə maraqlansa Hazırkətdən ev almaq, hər bir şəraiti qanunu olmaqla. Allah bizim şəhidlərimizin hər birinə rəhmət eləsin. Polat Həkimovdur, biz özümüz şəhid ailəsiyik. Darvazamız, yəni o kırıtı məhlədir. Başqa heç bir şey yoxdur. Gördünüz, əlaqə saxlaya bilərsiniz. Küçə böyük. Evin üzü də tam səviyyədə yığılıbdır. Hər bir şəraiti yerindədir. Təşəkkür edirəm. Allah alana da, satana da xeyir versin. Təşəkkür edirəm hər bir kəsə.